Ora bak. Hadi ora bak. Uşaqlar, hərçəyə mənim üçün biraz çətindir. Baxın balam, mən sizdən bəzən 5 il, bəzən 4 il, bəzən siz yaşadığınız sinifə, mənim doğmalarınız. Sizləri həqiqi mənada çox istəyirəm. Bilirsiniz necədir? Mən sizi valideynə görə yox, valideynləri sizə görə tanıyacağım. Siz var olun, gələcəyiniz parlaq olsun. Mənim üçün bir tərəfdən sevinclidir ki, siz maşallah böyüdünüz. Nə zaman böyüdünüz, heç bilmirəm. Bir tərəfdən də kədərlənirəm ki, əlimdən uçub gedirsiniz. Yəni mənim əvvəlki mənə köməkçilərim, dəstəklərim, məni mən kimi tanıyanlarım gedir. Gələcəkləri siz də gedəcəksiniz, böyüyəcəksiniz, siz də yenə bir başqa şagird. Amma hər bir şagirdin müəllim üçün öz yeri var. Hər bir şagird müəllim üçün bir incidir. Allah sizi qorusun. Hər zaman özünüz bilsin. Qəm, kədər bilməyəsiniz. Yuxarı siniflərdə də hər zaman uğurlarınız bol olsun. Sizin uğurlarınız mənim sevincim olsun. Sizi çox istəyirəm. Gözləyirəm, mən səhərdən həm özümü təkan vermişəm, gözləyirəm ki, o an gəlməsin, amma mümkün deyil. Yəni, mən kövrərəm ona görə ki, sizin kimi balalarım var. Kövrərəm ona görə ki, siz yenə də, siz çıxırsınız əlimdən, böyüyürsünüz deyə sevinirəm, amma sizlə vidalaşırıq deyə. Bu sizlə mənim aramda bir 2 həftənin söhbəti qalır. 2 həftədən sonra inşallah ki, məni görəndə yəqin ki, salam verərsiniz. Böyüyəndə unutmazsınız. Hər zaman xatırlayarsınız. Var olun, həmişə gözəl yerlərdə olun. Özünüzə götürməli və siz boynanızda şirin. Biz onlara verəcəyik. Bunlar mənim şirinliyimdir, bunlar mənim konfetimdir, bunlar mənim hər bir şeyimdir, hər bir şeyim. Mən də mənim şagird olmuşam. Sən yedin də. Ayaqdan durmuşam. Ağrı yapmayın. Mənim illər bundan öncə olan bir şagirdim. İsmət gəldi, balası oxudu. Onu da yola saldı. Bəli. Burada oturub Nərimanın əmisi xalası oğlu Cüdət, Qəndab xanımın bacısı oğlu oxuyub. İllər sonra gəldi. Bir oxuyanlar işte burada. Həmişə də var olun, sağ olun. Allah sizdən sağ olun. Müəllim Müəllim ömrü belədir.